Yaranan namlu beşer, ekildir birleşer. Yaranan namlu beşer, ekildir birleşer. Öz yolu tutsam eğer, onu veremez diye. Çünkü tervanı tutar, o da cennet kazanar. Çünkü tervanı tutar, o da cennet kazanar. Siva Allah'ı eker, siva Allah'ı eker. Allahu Ekber. Bu da peygamber nasip kurban. Bu da peygamber nasip kurban. Sureleri tutsak talip gibi insan. Hayır şer olur gitmeye insanlıktan. Ömrümüzden ötüle Allahu Ekber. Dünyanı gezer, dünyanı gezer. Ve Allah'ı eker, ve Allah'ı eker. Aynen. Aha. Bu oxuyur, yaxşı oxuyur, mahnı yaxşıdır. Bu şun indi axırda qoyarsan, buza dayandı. Sevin, nə çəkmək istəyir, nə bildirmək istəyir. Məsəl üçün, mələ, aha, bu fikrim yəni, abort edirlər, abort olunan uşaqlar əgər 2 aylıq olursa, məsələn 3 aylıq, 4 aylığında tərk təşirdir, mən onda ruh verilir, nədir, nə demək istəyirsən. Onlar 2 aylığında abort olunanlara da deyəsən aiddir, Lalə deyil, Lalədə qızım nə deyildi? Deyildi ki, mamam biolojanında nə deyildi? Alimlər ki, nə? Alimlər dedim, o sözündə bilən adamlar, amma indi danışırlar da ona görə, alim deyilsin. Deməli ki, o namazın vaxtı deyir, ya? Namazın vaxtı deyirdi. Saatı qurmuşsun, çalır, bilmirsən nəyə çalır. Sonra təkrardadır. Nədir? Demək, o adamlar ki, insanlar öldürürlər, ana bətnində. O uşaqlar körpə, yəni rüşeyn halında olur, nə halda olur, hansı etapda olursa, onlar aparat onları yaxınlaşdırılan zaman onlar divara belə qısırırlar, matkanın divarına. Görüblər də, yəni o ən çox da 2-3 aylığında abortlar edirlərsə, həmən bilməmdə onlarda elə olur. Nə demək istəyirsən? Yəni, insanı, bir günahsız insanı məhv eləmək, bütün dünyanı məhv eləmək üçün bir şeydir də. Sonra qız uşaqlarını gömürlər. Hətta diri qız uşaqları. Allah təala buyurur, o böyük günahdır, o həmən dediyin ayəyə aid. Sonra ayə var ki, öz uşaqlarını ağılsızlıq ucundan öldürənlər böyük günah edirlər. Məsələn, Allah buyurur ki, böyük günah edirlər. Məsələn, uşaqları öldürürlər, amma əslində onların ruzusundan, yəni qorxurlar ki, pulun çatmaz falan. Düz adam düşünməlidir, düşünməyən üzərinə pislik yağar, amma ki, yəni, düşünülmüş addım atmaq lazım daha çox. Və bir şey də var ki, o günahdır da, məzlumun zülmkarın əlində qoy buradan geçsin. Az. Allah təala buyurur ki, yəni qorxmayın da ruzunu Allah verəcək. Uşaqlarınızı öldürməyəcək görə ki, hər kəsin özü bulsun. Olacaq bir cənnət, imama şiirlərinin həzrətləri təlaşı.
Yəni Həzrət fərmanı nədir? Eyle dua, eyle dua, gidip Allah'a çatar, gidip Allah'a çatar. Size Allah'ı eker, size Allah'ı eker, size Mevlam'ı eker, diye Allah'ı eker. Sağ ol. Qulaq, Allah Əkbər deyənlərdir bir-birinin başını kəsən, öldürən, yoxsa ya hər cür var. Allah Əkbər deyənlərdən qorxanlardan, ancaq uşaqlarını öldürənlər, ən çox gömənlər kimdir ən çox? Müsəlman ölkələrdə. Məli, o zalimlar var ya, o məsəl üçün, ad çəkmə axır ki, onlar elə bilirlər ki, o barədə videoda da başqa baxda bilirəm, var idi, amma elə bilirlər ki, İslam terror dinidir deyirlər. Niyə? İslam akıl dinidir, akıl dinidir, akıl dini. Akıl var, vicdan var, olması üçün nə lazımdır? Aklı işlətmək lazımdır. Ağıllı olmaqla adam vicdanının pik nöqtəsinə çatar, yoxsa sən az danışın. Kim bu dünyanı tutar, o cehennemde yanar. Kim ki tekvanı tutar, o da cennet kazanar. Söyledi. Allah'ı eğer, size Allah'ı eğer. Evet, bağışta bir de ahirde de olsun ya. Allah tək böyükdür. Allah Əkbər. Allah tək böyükdür. Allah'ın sözündən digər şeylərə uyanır. Hələ bunu aç gör, orada nə var? Gör tapacaqsan, bax gör. Gör oradadır. Baxın. Yox, əzbər yadında qalır. Yəni ki, o... Deyir, tapın. Deyələ, oxuyun. Dini bozanlar türkçədir, hədislər, dini pozanlar hədislər, məzhəblər və tarikatçılardır. Bunlar din deyil, uydurulmuş şirk dinidir. Kəhf surəsi 26-cı ayə. Allah hökmünə heç kimsəyi ortaq koşmaz, ortaq daha doğrusu etməz. Hökm nədir? Hökm vermək ancaq Allah